Hər kəsə salam. Biz bugün burada nə edirik Sahib abi? Danış bir dənə. Biz bugün yığılmışıq. Bəlkə də el şənliyinə yığılmışıq. Mübarəkbazlığa gəlmişik. Gəlmişik mübarəkbazlığa. Bəlkə də filminin mübarəkbazlığına gəlmişik. Az öncə biz getdik Bəlkə də filminin çəkilişinə. Çəkilişə yox, filmin çəkilişinə birbaşa getdik. Birbaşa çəkiliş. Bizdə də zaman maşınları. Zamanla keçmişə səyahət eləmişik. Nəysə. Biz getdik Bəlkə də filminə baxdıq kinoteatrda və filmlə bağlı hal-hazırda öz fikirlərimizi bölüşmək üçün buradayıq. Mən sabah Talih Yüzbəyovla qarşılaşmaram hardasa. Sahib qarşılaşa bilər. Ona görə özünü çox şey eləyir. Doğrudan ya. Heç Allah köməyimiz olsun. Gəl bir də qabağıma evə gedən yerdə çıxır da qabağıma. Buradan çıxırıq qabağımıza. Müəllim, filmi istəyirəm işin içində olan bir adam olaraq sənin fikirləri və alım birinci. Səncə necə idi film? Bəlkə də filmi, bəlkə də Talih Yüzbəyovun kino işləri, yəni 2 dənə özünün səhv eləmirəmsə filmi var. Biri bu Bəlkə dədir, digəri isə Zəhər Tuluğudur. Yəni bu ikisi arasında ən zəif işidir düşünürəm. Filmdə 2 dənə filmin arasında yəni. Hə yəni də 2 dənə filmi var da, yəni. Abi, başqa yəni YouTube layihələrini əgər nəzərə tutursansa, yəni Zəhər Tuluğu bundan yaxşıdır deyirsən. Filmi. Zəhər Tuluğu filmi bundan yaxşıdır. Filmi bundan yaxşıdır. Çox yaxşıdır. O filmə baxmamışdım ya. Bundan yaxşıdsa gedim baxım. Hə, ona YouTube-da var, ona baxa bilərsən ona. Daha pulsuz. Pulsuz, rahat yəni. Okay. Onunla müqayisədə çox zəif film ortaya çıxıb. Ümumiyyətlə filmdə həddən artıq aktyor oynayır, yəni teatrallıq hiss olunur, yəni kinoya uyğun olmur. Mən filmə ümumiyyətlə daha çox film yox, teletamaşa deyərdim. Yəni abi çox qopdurur, hə? Yəni baxanda yəni qopursan, elə bilirsən ki, o filmdəki nəsə ani bir moment olur. Və orada o teatrallığı görüb artıq gerçəklikdən, filmin gerçəkliyindən qopursan. Eyni şey var. Filmin gerçəkliyindən qopursan, ondan əlavə məsələn Talih Yüzbəyovun 2 filmi arasında, yəni ikisində də ortaq bir cəhət var. Keçmişlə gələcəyə daim gediş-gəliş var, yəni flashback və indiki zaman. Saqqallı, saqqalsız. Yəni Zəhər Tuluğunda da o filmində o proses var. Amma orada o hər şey qaydasındadır da. Yəni o sən o keçmişə gedib gəlməkdən yorulmursan. Burada həddən artıq flashback-ə biz gedirik və o flashback-lər bizi yorur. Biz bir insanın flashback-nə getmirik, bir neçə hətta personajın flashback-nə gedirik ki, əslində rol oynayırıq, amma o qədər də belə şey yoxdur. Və ən pis cəhəti filmin reklamların bolluğudur. Bunun təbii mən özüm də başa düşürəm ki, Azərbaycan kino industriyasında bu cür proseslər, reklama həmişə yer verilib, seriallar olsun, filmlər olsun. Amma elə səhnələr var ki, məsələn, o səhnələrdə o reklam həm yeri var, həm də yeri yoxdur. Məsələn, bu filmin özündəki reklamların bir çoxunun yeri yoxdur. Reklama gəlməmişdən qabaq istəyirəm elə bu. Reklama sonra gələrik, baya gələcək reklama çünki. Reklamdan qabaq mən də fikrimi demək istəyirəm bu aktyor işi ilə bağlı. Bu aktyor işi bu teatrallıqdan əlavə. Biz bu Talih Yüzbəyovdur, Əlixan Rəcəbovdur. Bu insanların filmlərini deyəndə ki, qısa video çıxarıqlarını filmlərini nəyə görə tərifləyirdik? Onlar filmlərində heç nə olmasa da o səmimiyyətə fikir verirdilər. Yəni ki, baxırdın ki, hə də bu iki insan həqiqətən də bu söhbəti eləyər normalda. Realda da yəni bu söhbətlər gedə bilər yəni. Yəni mən bu filmdə qətiyyən onu görmədim. Yəni ki, elə bil ki, həqiqətən yəni əzbərləyib çıxıblar replikaları. Tamaşa yəni, ona görə dedim ki, tamaşa. Yəni, ona görə deyirəm ki, filmdən çox teletamaşa janrı. ATV-nin o şeylər var ya, yaşıl eynəkli adam, evləri köndələn yar, ya bunlar teletamaşadır da məsələn. Onları daha çox xatırladır, nəinki ki. Amma elə bir sanki teletamaşanın yəni 21-ci əsrdə, o 2025-ci ildə sən teletamaşa çəksən necə çəkərdin? Bax odur. Hadisələr bir məkanda demək olar baş verir. Hətta orada bəzi məkanlar, digər qapalı məkanlar var idi. Onların belə bir hissəsini düşünürəm ki, elə eyni məkanda, eyni evdə çəkiblər. Yəni elə bir təəssürat hətta yaranır. Məndə hətta bir nə təəssürat yarandı. Yəni əvvəllər indi biz uşaq vaxtı Novruz bayramında, yeni ildə məşhurları bir yerə yığıb nəsə bir televizor olsun bir şey çəkirdilər məsələn. Ona bənzər bir şey var. Ona bənzər bir şey vibe. Filmdənsə mən ona bənzər bir şey vibe aldım mən bundan yəni ki. Okay, production-ı o evin içində zaten bir məkanda, o məkanı da çox gözəl eləyiblər həqiqətən. Yəni o məkan həqiqətən məkanla bağlı, rəssam işi ilə bağlı heç bir şey yox. Bəzi artıq detallar var, o şamlar falan, çoxlu şam yəni. O da əslində belə o rəssam işidir yenə də, amma razıyam ki, məsələn, hamamın içində niyə mən o qədər şamı yandırım? Yəni əsaslandırması yox. Üstəlik alim adamdır. Sən bu qədər ağıllı adamsansa bilirsən ki, o sənin ciyərinə təsir edir, gedir birbaşa, onun hissi falan. Yəni o da var. Və pulsuz elektrik işlədən adamdır. Yəni niyə o qədər şam var orada? Pulsuz elektrik. Nəysə, bu
filmin yəni ki, o elmlə məzələndiyi yerləri ümumiyyətlə mən bir yerə qədər istədim onu qınayım, deyim o ki, bu belə olmur, bu belə olmur. Bir yerdən sonra dedim o ki, qəhrəman, beynimi bağla elə bax. Bəlli ki, bu filmin məqsədi yəni sənə elmi nəyisə bir sübut eləmək, bir şey göstərmək deyil də. Yəni film fantaziyadır. Yəni özünə görə qaydalar qoyub o qaydalara görə hərəkət edir. Çünki filmdəki heç nə açıqlamır. Elmi fantazi, science fiction deyil də. Məsələn, elə bil ki, Harry Potter'da o Harry Potter'ın çubuğu var. Deyir, çubuğu həddən artıq çox işlətsən üzündə yaratsın. Məsələn, elə bir şey var, yoxdur bilmirəm. Marvel'da Doctor Strange-də kitabı istifadə eləyirdi, üçüncü gözü çıxır. Məsələn, yəni o eyni şeydir də. Öz filmin öz qoyduğu qanunlar üzərində heç onlara da çox belə fikir vermir, amma deyək ki, onlara uyğun belə şeylər. Mənfi tərəfləri ilə bərabər, yəni müsbət tərəflərini də demək lazımdır. Məsələn, biz mənfi tərəfləri hələ bəlkə də çoxunu deməmişik. Danışdıqca da yadımıza düşəcək. Məsələn, simvolikalar, metaforalar çoxdur. Yəni Adəm Həvvaya göndərmə var, Habil Qabilə göndərmə var. Başqa orada çıxır bir monoloq danışır, arxada o buş portret şəkil var da, yəni şəkil yoxdur daha doğrusu, şəklin çərçivəsi var. Məsələn, orada onun o çərçivənin ortasında dayanmağı, şəkillərin ortasında boş çərçivədə özünün dayanıq monoloq söyləməsi özünün də bir alim olduğunu təsdiqləyən bir detaldır, yəni. O çox gözəl bir şeydir. Mən onu məsələn çox bəyəndim. Yəni, o müsbət tərəfi. Mən sənə deyim o metaforalar falan, mən sənə dedim ki, mən Taleh Yüzbəyevi tanıyıramsa, bu metaforaları filmin sonunda açıqlayacaq və elə də elədi. Açıqladı da yəni. Yəni zaten belə o pisdir. Əslində metaforaları sözlə açıqlamağı mənfi tərəfdir. Əslində metaforaları sən verməlisən, tamaşaçı özü düşünməlidir ki, mən məsələn baxırdım filmə, tamam mən baxırdım, Almanın dişləməyini bildim ki, artıq bu Adəm Həvvaya göndərmədir. İlk səhnədə qanlı daş Habil Qabilə birbaşa düşürəm ki, yəni o Habil Qabilə göndərmədir. Sondakı detal da məsələn bu arada xoşuma gəldi. Ki bəlkə də deyir Adəm Həvvanın bir dənə oğlu olub Qabil və özü orada deyəndə özü Habil oldu. O da əslində bir qəşəng bir temadır. Yəni o məsələn ümumiyyətlə dini hekayələrə olan göndərmələr, Məhəmməd peyğəmbər olsun, İsa'ya həvarilərinə olan göndərmələr olsun, İyudayla olan və digər Habil Qabil falan, yəni bu hekayələrə göndərmələri çox qəşəng işlənib. Amma bu hekayələrin ümumi olaraq bizim əsas hekayəmiz qardaşımız yəni nə üçün keçmişə getmək istəyir? Yəni zaman maşını niyə ona heç bir aidiyyəti yoxdur. Yəni adam sadəcə atasının telefon almadığı üçün, almadan atasını itirdiyi üçün onunla vidalaşır. Və İrşad Telekomdan alır. Və İrşad Telekomun dəhşətli dərəcədə həddən artıq reklamı. Yəni filmdə bir maraqlı bir məqam yaşandı. Mən istəyirəm onu deyim. Filmdə bir yerdə Taleh Yüzbəyevin karakteri deyir ki, mən çox həyəcanlıyam. Mən də orada sahibə deyirəm ki, çox həyəcanlıyam çünki İrşad Telekomda kampaniya var və bir səhnə sonra gedirlər İrşad Telekoma. Cidden yəni elə orada gülməkdən tutuşmuşdu. Yəni o film yaddan çıxmışdı. Mən hətta o arada oradakı dialoqlara belə fikir vermədim ki, o nə danışırlar bunlar orada. Ya o səhnənin heç nəyə xidmət eləmirdi. Yəni dialoqu heç nədə itirmədi. Yəni İrşad Telekomla ümumiyyətlə də reklamla bağlı olan səhnələr bizi konkret filmdən qoparırdı da və ümumiyyətlə biz o səhnələr olmasaydı belə heç nə itirmirdik. Gedir bankdan kredit götürür. Tamam. Qardaşına etiraf edir ki, qızı sevir. Əlixanın burada filmdə olma səbəbi sırf Əlixanla mən bağlamıram onu. Hekayənin özündə əslində ona əsaslandırması var. Qardaşıdır. Onun özünə qapanıq bir insan olduğu üçün bu çölə çıxmır. Buna detalları və təchizatı falan bu adam alır. Bunun yeme içməyini falan bu bildim, o adam sadəcə yəni qapıdakı bir səs ola bilərdi, başa düşdün yəni. Məncə o Əlixanın orada bir karakter olaraq varlığı sadəcə qapıdan gələn bir səs ola bilərdi və biz filmin axırına qədər bilməzdik o səs kimdir əslində. Yəni ki, o maraqlı. Bu qəşəng maraqlı. Yəni elə bir şey ola bilərdi sadəcə. Amma onun o karakterin Əlixanın o karakteri oynamağın heç bir yəni mənası. Onun məsələn bir dənə əsaslandırması var ki, adam qardaşıdır. Bu özünə qapandığı üçün o qızla olan zaman maşını temasından sonra özünə qapalıdır, heç elə bayıra çıxmır və buna lazım olan texniki avadanlıqları falan da qardaşa alır. Yəni biz onunla bilirik. Onun varlığı odur, əsaslandırması odur. Amma o sən dediyin şeyə məsələn mən nəyə aid edirəm? Anasını gördükdən sonra qardaşlar çıxırlar çöldə söhbət edirlər. Bax, oradakı söhbət bilinir ki, sırf o səhnə hiss edirsən ki, bunun varlığını izah eləmək üçün o səhnə. Gəl mən sənə belə izah edim. Mən Oppenheimer'a baxdım müəllim. Yox, baxmamışam. Məsələn, onda Oppenheimer'dan nümunə götürməyim. Məsələn, tamamilə dəqsiz bir şey deyirəm. James Bond'a baxırsan, tutalım ki, James Bond'un əvvəlində görürsən ki, yan bir karakter kimi çıxır, yəni ki, gəlir məsəl üçün James McAvoy. Deyərsən ki, bu adam yəni yan karakter olanmaz da, bunun 100% nəsə bir filmdə teması olacaq
olacaq ki bu burada. Düzdür və teması çıxar. Yəni bu filmdə o yaşanmır. Başa düşün. Əliqan gəlir və gedir, yəni mənasız şəkildə də, yəni final səhnəsində də yoxdur. Yoxdur da, yəni heç bir şey yox. Yəni hekayə Yəni heç belə deyim, açığı yenə də deyirəm və yəni o personajın sən demiş, yəni heç yolu yox idi. Onun əlavə olan o səhnə ki var, qardaşların çöldə evlə bağlı söhbətləri, danışırlar, eləyirlər falan. O dialoq, məsələn, o səhnə olmasaydı belə, yəni heç nə itirmirdik biz. Yəni Çünki o səhnə vardı, tutaq ki. o səhnə də heç nə xidmət eləmir Yəni zaten. xidmət eləmədi. Yəni o qədər də bir şey olmadı. Yəni olmaya da bilərdi. Amma niyəsə, yəni yəqin ki bu Əliqanın öz auditoriyası var, yəni o kütləsi var da, yəni. Yəqin ki onu çəkmək üçün olan bir taktik. Yəni mən Əliqanın auditoriyası belə olsam bu filmə gəlib məni yəni heç nə qane eləməz bu filmdən bağlı. Sən qane eləməyin lazım deyil ki, onsuz sən pulu verib baxırsan da, yəni elə bir şey kimi. Maddi bir xeyrin olur və salam yəni. Uzaqbaşı sənin bir onlara nəysə fanatizmə yoxdur heç. Tamam. Abi keçək reklamlara. Keçək. Yəni reklam o qədərdir ki, reklamla bağlı ümumiyyətlə danışmaq istəmirəm. Bilirəm sən. Mən istəyirəm. Sən danış, mən sənə onun şeyini verirəm, sonra atvet verim sənə. Reklamlar Kino industriyamızı müdafiə edirəm burada. Mən filmə reklam yerləşdirilməsinə qarşı deyiləm. Yəni necə qarşı deyiləm? Filmə reklam yerləşdirə bilərsən, amma bu izləyicinin izləmə zövqünü pozmamalıdır. Hekayə ardıcıllığına mənfi təsir göstərməməlidir və hekayənin önəmli bir hissəsində araya reklam girəndə artıq yəni sən qopursan da hekayədən və sonra bir yerdən sonra o qədər qopdum ki, artıq yəni o qədər gözümə girdi ki, o hekayənin geri qalanını ciddiyə bir alamadım o reklamlara görə. Dediyim kimi başladım məzələnməyə. Nə deyirdisə, dalınca İrşad Telekomla bağlı bir zarafat eləyirdi, biz onu gülürdük orada. Bəlkə ağlamalı olduğumuz yerdə başladıq gülməyə, yəni. Bunun günahkarı Taleh Yüzbəyov. Yəni ya da ki o reklamı kim ora qoyubsa, odur yəni. Mən elə deməzdim. Çünki Azərbaycanda, təkcə Azərbaycanda olsa, yəni deyərəm ki, hə Azərbaycanda belədir. Amma məsələ beləsədir, mən bu dəqiqə indi dünya Türkiyə filmlərinə, seriallarına belə baxanda reklamın belə qabardılmış formasını artıq görürük. Yəni əvvəllər az idi. Ola bilər seriallar doldurulmaq üçün, yəni. Ola bilər, amma yəni hal-hazırda yəni bu qədər qabardıldığını biz dünya kinematografiyasında da görə bilirik. Türkiyədə görərsən. Adi məsələn Deadpool'un son filmində. Abi Deadpool'un maşının reklamı. Düzdür. O qədər gözəl işlənib ki, maşının reklamı səni çox da vurmur. Hə, yəni mən zaten ondan gülürsən. Mənim dediyim odur ki, yəni yerləşdirə bilərsən, amma bunu açıq bilirsən də o reklam üçündür də o maşın. Bilirsən, amma yəni burada yəni gözə batmır. Gözə batıracaq şəkildə eləyirlər və bunun bir dənə səbəbi var. Üzərinə düşünülmür, yola verilir sadəcə. Yola düşürülmür səhnə ondan əlavə. Reklam sponsorların filmə sponsor olarkən şərtləri var. Hər yerdə belə bir şey var. Xüsusən Azərbaycanda çox güclüdür. Belə bir şərt qoyurlar. Yəni mənim məsələn mən sənə reklam eləyirəmsə, daha doğrusu sənə pul buraxıramsa, mənim markamı, brendimi sən gözə soxmalısan. Bu şərt onlarındır. Onlar bu şərti qoyduqları üçün də əks təqdirdə sən pulu ala bilmirsən və filmi tamamlaya bilmirsən. Məcbursan o şərti qəbul edərsən. Tamam da qardaş, bu şərti qəbul eləmək sinemanı irəli aparmır, dayda geri. Məsələn, mən sənin filmi və artıq orada onu şey eləyə bilmərik. Yəni mən necə eləyə bilərəm? Məsələn, hamı bir mənalı olaraq. Ola bilər, sənin dediyin indi aktualdır. Yəni yaradıcılığa bir xeyri olmaz da reklamlı olur. Amma bir müddət sonra, bir 10 illik müddətdən sonra deyək, biz onun yorumumuz söyləyəndən sonra biz görməyə bilərik. Çünki tarix elə bir şeydir ki, yəni sən bilə bilmərsən. Bəlkə də 10 il sonra da bundan da betər olacaq. Yəni o da ola bilər yəni. Bura mən pointim nədir burada? Sadəcə bunu deyirəm ki, onun iki variantın var. Sən ya bunu təklif edən firmalara deyəcəksən yox, ya da ki sən izləyicivi hörmətsiz yerinə qoyacaqsan. Yəni məndən də pul alırsan, o sponsordan da pul alırsan, qardaş. Səndə də borcum yoxdur ki, mən gəlim, yəni mən o 8 manatı verdim, gəldim, baxdım o filmə, yəni ki, kiməsə borcum var deyə eləmədim ki, yəni. Firma nə qədər dəyərlidirsə, izləyici də o qədər dəyərli olmalıdır. Yəni mən bunu belə görürəm. Biz sonradan pul veririk, o başdan pul veririk, o bizdən daha hörmətli. Sən izləyici olaraq fikrin, düşüncələrindir. Ona görə buna mən tamamilə hörmət eləyirəm, amma yəni ki, neyniyək ki, vəziyyət budur. Yəni onun iki yolu var da, yəni deyirəm, ya firmalara deyəcəksən ki, yox, mən bunu bu qədər artıq müəyyən sonra eksesiv hala çatandan sonra artıq mənim izləyicimə hörmətsizlik deyə mən bunu bu qədər eləyə bilmərəm, ya da ki, eləsən belə elə ustalığına eləyəcəksən ki, bəli, o sənin izləyicini şey eləməyəcək. Sən bunu həm qəbul edib, həm də bu qədər yola verdikdən sonra, yəni konkret o İrşad Telekom səhnəsi konkret yola verdi səhnə idi. Çünki gəlib kompüterə baxırlar, nəyə görə? Göstəricilərə görə, hə, qutar deyəcək. Mən əminəm ki, sonra
şey belə yazmayıblar yəni. Ssenari belə. Orada gəlib prosta atıblar orada. Ya ağıllarına yəni danışıblar gediblər. Artırıblar belə yamaq kimi. Yamaq kimi. Yəni, o məncə heç orada ssenaridə şey belə yoxdur. Yəni orada sözlər falan belə yoxdur. Mən sənə belə deyim. Mən rənginə görə bəyəndim. Mən Göstəricilərinə görə. Tamam. Hiss elədim. Film əslində çəkilib arzu bir neçə il bundan qabaq. Mən elə hiss yaşadım. Və indi belə deyək də üstündən bir neçə il keçəndən sonra bir neçə il ümumiyyətlə buna sponsor axtarıblar. Və nəhayət sponsor tapıblar və sponsora əlavə bir səhnə yazıblar. Və sonra bunu çəkib filmə əlavə ediblər. Abi, belə bir ehtimalı hiss elədim. Satıcı gəlir, deyir ki, biz bu kompüteri necə ala bilərik? Deyir, siz bu kompüteri kassaya yaxınlaşıb ala bilərsiniz. Elə isə gedək kassaya yaxınlaşaq, kompüteri alaq. Yəni yazamırsan bura, ən azından orada keçən bir maraqlı bir səhnə falan kimi, yəni ya da nə bilim o filmin o tonuna uyğun bir şey məncə yaza bilərsən rahat ki oraya. Ola bilər kompüter. Biraz oğurlasaydı daha actionlı bir səhnə ola bilərdi. Hə də biraz belə baş sındırsan, yəni ora bir şey yazarsan, burası yola verib sadəcə, yəni puluna baxın. Mən onu elə görürəm. Yəni keçək biraz da belə ssenaridən danışaq. Ssenari necə? Ssenariyə keçək məncə də. Əslində bunu lap əvvəldə birinci ssenaridən başlamalıydıq, amma mənə gəl sona hazırlamışıq. Daha detallı danışacağıq. Ssenari film biraz Netflix tərzi hərəkət nizamla başladı. Yəni maraqlı gəldi ki, görəsən nə olub? Qız ölübmü? Qız keçmişdəmi qalıb? Belə bir detal. Çünki ilk səhnə Qabilin qanlı daş hadisəsinə göndərmə ilə başlayır. Oradakı qızın reaksiyasından sən başa düşürsən ki, qız keçmişə Adam Həvvanın dövrünə, Qabil Qabilin dövrünə düşüb, o zamanəyə düşübsə, demək burada kimisə Qabil Qabilin öldüyünü görüb, lakin onun qarşısını almaq istərkən kimsə zamanda səyahət edən biri ölür. Elə bir təəssürat yaranır. Və sonra biz elə bir şey hadisələri indiki zaman gedirik və başa düşür ki, qız yoxdur, qız keçmişdədir. Belə bir təsəvvür yaranır ki, demək ki, qız keçmişdə qalıb, oğlan indi zaman maşınında nasazlıq yaranıb, onu bərpa edib yenidən keçmişə gedib qızı geri qaytarmaq istəyir. Lakin biz hekayə gedişində görürük ki, elə deyil. Qız yoxa çıxıb, ümumiyyətlə bilinmir hardadır, ümumiyyətlə keçmişəmi gedib, yoxsa varlıq olaraq varlıq aləmindən silinib və ruhlar peyda olur. Ruhların peyda olmasını hiss elədin, hansı məqam ona əsaslandırır? Bu adam da yəni ki, ruhların olduğu yerdədir. Yox, ruhların gəlməsi üçün bir dənə orada səhnə var idi. Sırf o detal var idi ki, məsələn, o əsaslandırır ki, niyə görə bu vaxta qədər qızla çalışırdı da, niyə ruhları görmürdü bu vaxta qədər. Amma tok vurub gedib orada. Tok vurur, gedir, o tokun dalğası ondan sonra o ruhları görməyə başlayır. Ruhlar ona müraciət etməyə başlayır ki, yəni bizim də keçmişdə yarımçıq qalan işlərimiz var. Zaman maşını ilə səyahət edib bizim yarımçıq işlərimizi də dəyişək, hadisələri dəyişək. Qızla bərabər olanda qəhrəmanın məqsədi keçmişə gedib atasını layiqincə dəfn eləsin, ondan halallıq ala bilsin, onun hədiyyəsini verə bilsin. Yəni budur. Qız yox olandan sonra məqsədi qızı geri qaytarmaqdır və ruhlarla tanış olandan sonra hədəfi yenə dəyişir. Üçüncü dəfə. Bu səfər də keçmişə gedib ümumiyyətlə bu tarixin gedişatını təsir eləməkdə, yəni zamanla dəyişməkdir, bunları dəyişib eləməkdir. Yəni orada da mənə çox belə çəkmədi. Onun şeyi bu idi ki, əslində filmdə başlayanda, hekayə başlayanda qəhrəmanın bir dənə hədəfi olur. Filmin sonuna qədər o hədəflə, yəni doğru irəliləyir. Olur, yolda dəyişə bilir, məsələn. Amma əsas hədəf qalır da. Məsələn, deyək ki, mənim məqsədim bu çayı içməkdirsə, mən film hekayə boyu, yəni çalışacağam bu çaya doğru addım-addımda bu çayı içmək üçün hərəkət edeyim. Mənə qəhrəman mane olacaq, mənə nə bilim ofisant mane olacaq, mənə kimsə belə mane olan insanlar olacaq. Onlar mənə mane olduqca mənim hədəfim olacaq məsələn qəhrəmanı dəf eləmək, ofisantı dəf eləmək. Amma ümumi ali hədəfim nədir, ali məqsədim nədir? Bu çayı içmək. Zamanda səyahətlə bağlı məsələn bir dənə qayda var. Demək istəyirəm ki, fikrimi tamamlayım. Demək istəyirəm ki, o ali hədəf yoxdur. Ali hədəfi biz 3-cü dəfə hədəfini dəyişir. Üçüncü pərdədə ucu yəni. Hə də, yəni keçmişə ucu zaman hər şey hazırdır, qızdan da xəbərdardır, məlum, keçmişə rahat gedə bilər yəni, falan. O yerdən sonra artıq sən baş karakterlə bir bağın varsa da artıq o qopur. Çünki o qədər fikrin dəyişir ki, bu adam onu eləyəcəm, axırda başqa şey eləyəcəm. Sonra qızı tapdıqdan sonra belə yəni bilsə də belə ki, yəni ki, şansı sıfırdan bir az böyüdü yəni. O yenə də o riski alır. Riski almağı bilsən o qədər də vacib deyil. Yəni əsas hədəfin sənin yoxdursa, qəhrəmanımızın dediyim kimi də ali bir hədəfi var. O gedən yoldakı maneələri dəyişmək xırda hədəflərdir. Maneələri dəf eləmək. Maneələri dəf eləmir. Adam ali hədəfini, məqsədini dəyişir. 3 dəfə ali məqsədini dəyişdi. Mənə görə bu filmin çox pis mənfi tərəfi idi. Fate oynayırıq da məsələn biz. Fate-də belə sən high konsepti, arkın sənin bir hekayə, bir ark bitməmiş, sən high konsepti dəyişənməzsən yəni. Yəni odur da, məsələ də odur da. Yəni o məsələn filmdə yoxdur. Ali hədəf yoxdur filmdə. Ancaq dəyişmək və bəlkə də filmin adı var, bəlkə də ehtimalları. Yəni o simvolik olaraq sən bəlkə də qoya bilərsən filmin adını. Amma
yenə də hekayəmizin qəhrəmanımızın, baş qəhrəmanımız hekayəni aparan adamdır. Ali hədəfi olmalıdır. Tamaşaçı özünü onunla eyniləşdirməlidir. Onunla bərabər o hədəfi arzulamalıdır, o hədəfə çatmağa, nail olmağı. Və mən o hədəfə nail olmaq üçün, yəni o qədər də belə mənim şeyim olmadı. Necə deyirlər? Motivasiyam olmadı. Motivasiya yoxsa məndə, artıq filmdə də motivasiya yoxdur anlamına gəlir. Sual edim. Taleh Yüzbəyev aktyorluqla bağlı bir təhsil almayıb da mən. Alır. İncəsənətin sənəti bitirib, yəni ciddisən? aktyorluğu bitirib. Mən təhsil almadığını bilirdim. Yo, O yo, ki, yo, yo. təhsil alıbsa onda, yəni belə. İlk təhsil elə incəsənət sahəsində olub, amma uzun müddət məşğul olmayıb, sonra Onda bu Taleh Yüzbəyevin artıq üzünün çox belə bir yerdə görülməyimizlə bağlı. Çünki Taleh Yüzbəyev orada alim karakterini oynayanda mən orada bir alim görmürəm. Mən orada özünü alim kimi aparan Taleh Yüzbəyevi görürəm. Başa düşdün? o da teatrallıqdan irəli gələn bir şeydir. Yəni bilirsən sən teatra əgər çox getmisənsə, teatrda aktyorların necə oynadığını görərsiniz. Yəni kim gedibsə də, getməmisinizsə də gedin bax. Aşırı təpki verirlər, aşırı reaksiyalar, aşırı hərəkətlər, danışıqlar falan. Filmdə daha çox danışığa, belə deyək də, daha real məişət dilinə yaxın bir dil olduğu üçün bu belə də olmalıdır. Yəni teatr dili olmamalıdır. Amma biz qəhrəmanların da, elə baş qəhrəmanın da hamısının da dilində teatrallıq, teatr danışığını hiss edirik. Bədiliyə gedildiyini görürük dialoqlarda falan. Bir də monoloq olur. Yəni bu da teatra aid bir şeydir. Yəni qəhrəman sonunda çıxış edir, amma o da bir monoloqdur. Hamı da gözləyir ki, danışıb qutarsın. Yəni hamı da o gözləyir və ümumiyyətlə adətən o monoloqlar teatrda olur. Sən pyesə baxırsan, tamaşaya baxırsan, tamaşada qəhrəmanın desən ki, qəhrəman bir yerdə ürəyi partlamalıdır, bir kəlmə, böyük bir monoloq deməlidir. Bir pyeslərdə qəbul olunan bir şeydir və gözləyirsən, qəhrəman da oradan çıxır. Sinemada amma yəni Sinemada o mənfi haldır. bəli. Sinema çünki nədir? Kino nədir? Vizuallıq, Yəni görüntü. İşin o türklər demiş cılqının çıxdığı yerə Albert Einstein'in ssenariyə daxil olması. Albert Einstein'in ssenariyə daxil olması. Mən bu səhnə mənim filmdə ən zəhləm gedən səhnədir. Mən o səhnədə həqiqətən də artıq onu hiss elədim ki, o yeni illə bağlı bütün o şeyləri yığıblar, yəni bütün o məşhurlar falan yığıb film çəkiblər. O Albert Einstein-də Şaxta baba gəlir var. Şaxta baba gəlir və son tövsiyə bir nəsihət verir balalarım. Dədə Qorqud, ad qoymağa gəlib. Hə, söhbətin adını qoymağa gəlib Dədə Qorqud. Kimi bir şey hiss elədik orada yəni. Mən niyə görə belə deyim? İndi sənin dediyin də çox qəşəng yerində deyilmiş bir sözdür. Amma mənim acığıma gələn şey nə idi? Yəni Albert Einstein kimdir? Fizikdir adam və vaxtı zamanında zaman maşını ilə bağlı, ümumiyyətlə zamanın axımı ilə bağlı olan fikirləri, teoriyaları irəli sürən adamlardan biri idi. Məsələn, deyir iki qardaşdan birini biz kosmosa göndərsək, digəri yerdə qalsa, onun 20-30 ildən sonra o qardaş yerə gələndə o burdan necə getmişsə o bir görünüşdə yaşlı olacaq. Amma yerdəki qardaş, yerdəki yerin dövr etdiyi üçün, burada zaman burada onun üçün axdığı üçün o yaşlanmış olacaq. Abi qısaca yəni işıq sürətindən də. Hə, yəni adam yəni demək istəyirəm ki, adam zaman maşını ilə bağlı olan ehtimalları yəni nə qədər bilən adamdır. Ciddi qədər bilən adamdır. Hə. Və bu oturur Taleh ilə Habil personajına, Taleh deməyək, Habil personajı ilə deyir ki, Habil adında Hubble teleskopu ilə. Hə də yəni deyir ki, sən burada 2 dənə ehtimal var. Yəni bir 0 tam nə bilim neçədə bir 0,001 sənin alınma ehtimalın var. 99 tam dövrdə nə 9 qədər də ölüm ehtimalın var. Yəni sən bu boyda alimi bu sözə görə mi gətirmisən? Zaten orada tok vura bilərdi. O da 2-3 dəfə də tok vurub onu. Ölmə ehtimalını o özü dərk eləməli idi artıq bu vaxta qədər. Yanlış mı deyirəm? Yəni Albert Einstein gəldi, 3 dəfə o gələnə qədər bir tok vurduğunu ən azından görürük. Öləsən ay yazıq. Dedi və getdi yəni. Bilirsən uşaq olur dəcəlli eləyir və yıxılarsan. Yəni onu demək üçün gəlmişdin. Yəni o hasara çıxma, ağaca çıxma yıxılarsan və uşaq yıxılır. O dedin, video var idi. Öl uğraş belə şey eləyir də uşaq yıxılır. Heç nə olmadı ki. Görmüsən o videonu. Yox. Yəni bir şey oldu. Tapsan onu da edirsən ya. Albert Einstein olmağa ehtiyac yoxdur ki, bunu bilmək üçün. Amma gəldim mən. Niyə gəldin? Yəni mən onu məsələn Oppenheimer'da yəqin ki o səhnə, o Einstein-la söhbəti çox elmi, akademik səviyyədə bir danışıq olub. Terminlərlə falan gedən bir dialoq olub bu ehtimal. Baxmadığım üçün çox üzr istəyirəm. Gəl sənə bir səhnə deyim abi. Bax, Sahib. Çox peşmanam Sahib. Niyə peşmansın? Keçmişə qayıdıb İrşad Telekomun kampaniyasından faydalanacağam. Vay bilə. Yəni çox uyurdu əslində. Yəni bunu filmə ata bilərik. Yəni heç bir şey yoxdur. Heç nə dəyişməz. Heç nə dəyişmir. Bizim zamanımızdan deyir İrşaddan telefon alarıq. Hə.
atana İrşad hədiyyə demir, eləyək. telefon İrşadı alarıq, demir, amma- telefon alarıq deyir, amma bəlli ki telefonu İrşaddan alacaqlar da. Yəni sən o qədər İrşadı detallı vermisən ki orada. Okey abi, son istəyirsən bir fikirlərimi de. Film Bir də bu o- qədər tənqid eləməyimizdən əlavə, yəni axıcı idi. Zaman-zaman şeyindən çıxdığımız oldu, hekayədən çıxdığımız oldu, qane eləmədik. Sponsorların bol oldu, belə səhnələr falan oldu. 10 üzərindən əgər bal versək IMDb-də və yaxud digər platformalarda falan, buna mənim şəxsən verəcəyim qiymət 4.5 maksimum, yəni Ciddisən? 10 üzərindən. Hə, 10 üzərindən 4.5 deyirsən. 4.5 deyirəm. Yəni mən heç olmasa 5.6 falan deyəcəydim. Sən məndən də bəy. Abi istədim əslində 5 Hə. deyim, yəni amma dedim ki 5 çox olar da, yəni. Yəni mən çünki bilsən çox şey zəifdir. Dediyim kimi də hədəf, ali məqsəd yoxdur, hiss olunmur. Varsa da onu mənə izah eləyin, izləmisinizsə, mən bəlkə razılaşacağam, deyəcəm ki, hə, mən qaçırmışam. Motivasiya yoxdur. Motivasiya çox zəifdir. Yəni hər davamlı dəyişir motivasiya. Tamam da, yəni sənin hədəfin nə oldu? Atana hədiyyə almaq, yoxsa qızı geri qaytarmaq? Yoxsa keçmişə gedib dünyanın, insanlığın taleyini dəyişmək. Yəni əgər hədəfin atana hədiyyə almaq idisə, qızla tanışdıqdan sonra onu dəyişirsən, deyirsən ki, bəs mənim hədəfim qızla geriyə qayıdıb. Zaten gedir atasına hədiyyə alır bu Yox, arada. geriyə gedib qızla yenidən yaşamaq. Ki zaten qızla, yəni qız bunu sevmir. Bunu düşünür. Tutaq ki, elə də atasına olan hədiyyə ehtimalının və hədəfi puç olur. Qız gəlir sonda. Bilir ki, qız sağdır, hər şey zaddır. Bu səfər də yəni əslində qızı axtarırdın da sən. Qız da gəldi. Sən nəyə gedirsən də keçmişə də belə deyə bilərsən də. Onda da deyir ki, bu ruhlar bu qədər yığılıb. Biz keçmişə gedirik. Tamam, deyək ki, getdiniz keçmişə. Ta Adəm Həvvaya qədər getdin, hər şeyi dəyişdin. Qızla olan ehtimalın, qızla görüşmə ehtimalın sənin sıfıra enir. Abi, gəl sənə qısaca kulminasiya nöqtəsini deyim. Məncə bu filmin ən böyük günahı, və səhv deməm, günahı deyirəm. Niyə görə indi biləcəksən bu. Film əslində çox gözəl motivlərlə doludur. Məsələn, o arxadakı adamları var idi, yığılmışdılar. Keçmişdən tarix insanlar. Məsələn, onların mənə həqiqətən maraqlı gəldi ki, görəsən o kimdir, bu kimdir falan. Ciddiyə almaq istəyirəm ssenarimi. O bilsən nədir? Deyim də sənə. O Stanley-nin zad Marvel filmlərinə çəkirlər. Nə deyirlər ona? Cameo xəttində çəkilmiş film. Cameo xəttində yoxdur, məsələn, Yəni elə bir baxırsan ki, burada bir burada bir dedin motiv var. Burada bir maraqlı bir hekayə var. O hekayə nəsə edəcək. Məsələn, burada bir səhnədə bir obje var. Məsələn, bunları insan həqiqətən baxıb ciddi almaq istəyir, amma filmin günahı odur ki, film özünü o qədər artıq bir yerdən sonra reklamlarla, yəni o dediyim teatrallıqla və filmdəki o qüsurlarla səni o qədər filmdən qopardır ki, artıq sən o detallar artıq vacib olmur. Yəni deyirsən ki, hə də, yəni bu qutarsın gedək artıq. və o gözləntilərin də doğrulmur ha, onu da deyim sənə. Yəni sən o qəhrəmanları, oradakı arxa plandakı ruhların hamısını də görə bilmirsən, anlaya bilmirsən. Bunu niyə görə deyirəm? Çünki o kommentlərdə kimsə çıxıb desə ki, yox, filmdə belə-belə motivlər falan, okey, ola bilər, artıq mənim vecimə deyildi onlar. Çünki film artıq o qədər artıq mənim izləyici olaraq tupoy yerinə qoymuşdu ki, mən də tupoy kimi baxdım. Yəni beyni çıxartdım, başladım elə baxmağa yəni. Şey məsələn, mənə çox maraqlı ki, Van Gogh orada nə işi var idi? Van Gogh nəyə dəyişmək istəyir? Qulağını qaytarmaq istəyir. Qulağını qaytarmaq. Təkcə o mu? Yəni adam Nə bilim. o ola bilərmi yəni? O bir yəni arxada Sultan personajı zad var idi. Tamam, biz Şah İsmayıla zada göndərmə səhnəsini falan gördük, amma həmin o Sultan deyildi. Yəni başqa adam idi, başqa personaj idi. Şah İsmayıl xəta idi də zaten, xətalarla dolu adam idi. Adamın əgər çaldıran döyüşünü olmasa tarixdə burada xəta olmayacaqdı. Yəni xəta yox, düzünə xəta. Düzünə İsmayıl olacaq. Yəni bu dəqiqə biz düzünə metrosun yanında. Düzünə metro. Şah İsmayıl düzünə. Yəni o olacaq. Belə düzgün adamdır, düzgün qərarlar qəbul edir. Şah İsmayıl mükəmməl. Mükəmməl. Möhtəşəm zat. Orada o möhtəşəm Süleymandır. Bu da bizdən möhtəşəm. Nəsə məncə boş danışmırıq. Okey, filmə belə deyim, reklamlar sizi qorxutmursa və Taleh Yüzbəyovun hər çıxartdığı şeyə baxaram və Taleh Yüzbəyov mən gözünə qaşına görə yəni filmi izləyərəm deyirsinizsə, çünki gedin izləyin. Hə. Yoxsa zəhər tuluğunu falan bu bir də şeylərə görə məsələn mən şəxsən özüm bəyəndiyim tərəf nə idi? Dediyim kimi lap əvvəldə dedim ki, dini motivlərlə olan simvolik göndərmələr falan, teoriyalar oradakı o çox gözəl idi. Mənim çox xoşuma gəldi. Kaş bunlar bir doğru bir struktura otururlardı, daha düzgün işlənərdi. Hekayəyə bir təsiri olardı. Yəni o bir dənə
mənə pis təsir edir. Ya çox gözəl bir detal idi olar. Mən bəyəndiyim şeylərdən biri o idi. Yəni filmlə bağlı. Qalan şeylərdə də fikirlərimizi bir yaxdandan deyirik. Hə, bir yaxdan yəni təkrara girmək istəmirəm da. Okay, izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olun, like edin, komment yazın, şərh verin, fikrinizi bildirin, bizi tənqid edin. Filmə də baxmısınızsa, nəyi bəyəndiyinizi və nəyi bəyənmədiyinizi, bizlə nədə razısınız, nədə razısınız, hamısını altda doldurun. Bizim bəlkə gözümüzdən yayınıb bir yaxdan dediyimiz şeylər əsaslandırma deyirik, hədəf deyirik. Bəlkə də biz onu görməmişik. Siz deyin, biz də bilək. Sağ ol.